Rusiya işğalçı planlarını Qafqazda da təkrarlaya bilərmi? ABŞ-ın yeni sülh planına əsasən Ukrayna torpaqlarının bir hissəsi Rusiyanın nəzarətinə keçsə, bu başqa postsovet ölkələrinə necə təsir edə bilər? Plana görə Ukrayna həm də bəzi silahlardan imtina etməli, ordusunun sayını azaltmalı, NATO-ya heç vaxt üzv olmamalıdır. Atlas Araşdırmaları Mərkəzinin rəhbəri İlxan Şahinoğlu bu planın qəbul ediləcəyini inanmır. Deyir, işdə əgər qəbul edilsə, bu Rusiyanı şirnikləndirəcək. Ukrayna üzərində qələbəsi rəsmiləşərsə, Donbas Rusiya ərazisi kimi tanınarsa, Rusiya Ukrayna ilə kifayətlənməyəcək sonra. Necə ki 2008-də Gürcüstanda müharibə etdi, kifayətlənmədi, 2014-də Krımı ilhaq etdi. Bu müharibədən sonra başqa hədəfləri seçə bilər. Mərkəzi Asiyaya təsir imkanlarını artırmaq istəyə bilər, Moldovaya təzyiq edə bilər. Yəni iştihası artması bu deməkdir. Cənubi Qafqaza gəlincə isə ekspert deyir ki, Tramp həm Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya çıxış əldə etmək istəyir. Bu baxımdan Rusiyanın əvvəllər olduğu kimi bu ərazilərdə hakim mövqedə olması mümkün deyil. Müsavat Partiyası Məclis sədri Arif Hacılı deyir ki, belə sənəd qəbul edilərsə, bir dövlətin başqa dövləti işğal eləməsini dünya gücləri tanısa, bu təkcə postsovet ölkələri üçün yox, dünya təhlükəsizlik sistemi üçün böyük təhlükə olar. Yəni dünyada elə dövlətlər var ki, istər ərazisi, istər əhalisi o saydadır ki, qonşu dövlətlər istənilən halda qısa müddət ərzində bu dövlətlərin ərazilərini işğal edə bilərlər. Hər kəsə məlumdur ki, Putinin əsas məsələlərə konseptual yanaşması SSR-nin Rusiya imperiyasının bərpa olunmasıdır. Azərbaycan da Rusiya imperiyasına daxil olan bir dövlət kimi təbii ki, Rusiyadan Azərbaycana qarşı bu təhlükə daim mövcuddur və əgər o Ukraynada hər hansı bir uğura nail olsa, Azərbaycanın da suverenliyinə qarşı təhdid, təhlükəsi daha da artacaq. Ukraynanın müttəfiqləri ABŞ-ın sülh planının şərtlərini təslim olma kimi qiymətləndirir. Ukrayna prezidenti planın müzakirəsinə hazır olduğunu desə də, qəbul edəcəyini bildirməyib. Rusiya Ukraynaya 2022-ci ilin fevralında hücum edib.